Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Bu bizning 6-cı dərs. Həm biz 4-cü ərəb hərfini alıb getiribuz. Bu bizning T hərfi. Yumşaq hərflərdən bir tün hərəkə bilan da indi yumşaq oqula. O mənə T, T, tu deb indi. Bizning bitində şulaq to hərfi var. Qatı hərflərdən to, tu, tu deb oqulatıran. Şuna bu tamasa kerak indi. İstə qaldırır üçün şuşu üstə turğan 2 nöqtəni üstə qaldırmaq kerak. Çünki üstə tağı 2 nöqtə bilan yazılatıran bir hərf də yox. 3 hərfli var. Astda 2 hərfli 2 nöqtəli var. Amma lakin üstə 2 nöqtəli yazılatıran bir hərf də yox. Şuna görə mana indi bizə şuşu 2 nöqtə bilan istə qaldıraq bula indi. Hamol bizning yazılğanda mana telefonlardağı smaylikka aşağıdan. Bizim bit бар смайликлар. Күз qo'yalarda ham yirik avuz qo'yalar. Natı hərfi də şuşu смайликка aşağıdan. Anda yazı rəvişi mənə şundayıraq. Məsələn, 2 nöqtə. Bu bizim T hərfi. Bu bizim T hərfi yazıla. Bu bizim başda yazıla, ortada hem axırda. Mənə bunda şuşu konstruksiyasını istə qaldırmağa kerak. Bunsa indi bilgili T hərfi ekan. Əgər də 2 nöqtə üstə şuşunday konstruksiya bilan kelayotgan, bu bizning T hərfi oqula. Məsələn, T, T, tu. T, T, tu. Həm bizə indi şuşu T hərfində dəftərlərimizə bir bit yazıb çıxaraq kerak. Başda ayırım T hərfinə T deb indi, ondan soň başda kelayotgan T deb. Ondan soň indi ortada kelayotgan T hərfini indi yazaraq kerak. Onları bizə hərəkələr bilan yazıb çıxaraq kerak. T, T, tu. Ondan soň bizə şulay başda yazılatırğanı T, T, Burada yazılatırğan şulay tip hərəkələr bilan hər birisini birişər yol yazıb çıxaraq kerak. İstə yaxşıraq qalsın üçün indi. Hazır biz onlarını oqub getiribіз. Fəthə bulğanda bu bizning нәрсә yumşaq etib T deb oqula. Kəsri bulğanda yumşaq etib T deb oqula. Həmin damma bulğanda tu deb oqula. Mət, mit. Asqaraq düşürüb qarayman, yaxşıraq görünsən üçün. Mət, mit, mut, əmit, təməru. Təməru. Mənə bunu ayırım yazıb qoysağız da bula, istə qaldırır üçün təmər. Ərəb dilində indi finnik qaytələr, təmər deyib. Nə biz bit indi muraza tutqanda, avuz açqanda səxərgə şulayıq indi xirmə finnik aşarğa tırışağız. Ərəb dilində ol təmər deyib yürtülə. Ayırım dəftərgə bir yazıb qoysağız bula dəftərin artına. Ərəb sözləri deyib indi təmər deyib yazasız da tərcüməsini yazasız finnik xirmə deyib indi. Çünki şulay tip jaylab qana bir-iki söz ərəb sözlərində öyrənə başlarız. Çünki Qur'an oqығanda indi şuşunday sözlər şuru ikən biz indi anlayırız. Aha, onda təmər turunda var ikən deyib. Həm onda şuşu söz turunda var ikən şunu anlata deyib. Şuna görə yazıb qoyuğuz. Həm niyatlarga tırışığız. Təmər, təmər, təmər deyib. 10-20 tapqır qabaqlasağız finnik deyib. Tağında yaxşı indi təmər deyib indi. Birinci tapqır yazıb alsağız. İstə yaxşılaq qalayını. Təriru. Zurte.
زرتي مررت مررت أمرت 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 أمرتم أمرتم مررتم مررتم. Tağım bir tapqır. Mat mit mut amit tamaru нәрсә дидек? Ул финник, хөрмә. Тариру зурта زرتي مررت مررت أمرت 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 أمرتم أمرتم مررتم مررتم. Һәм шушындай рәвештә инде безгә 10 тапкыр укып чыгарга кирәк, көн сайын укып барырга. Һәм инде моны бөтенесен бер тапкыр дәфтәргә күчереп алырга кирәк. Мәсәлән, мат, мит, мут бөтенесен инде бер тапкыр язып чыгарга. Яхшырак истә калсын өчен, кулларыбыз күнексен өчен һәм ияләнер өчен инде. Тагын бер инде кабатлап чыгабыз. Т йомшак әйтелә әдибине фәтхә булганда. Аста кәсер булганда йомшак идип әйтелә ти, һәм өстә даммы булганда ту, у. Безнең бар бит у хәреф, шундый итеп ту. Мат, мит, мут, амит, тамару, тариру, зурта, зурти. مررت مررت أمرت 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 أمرتم أمرتم مررتم مررتم. Шундый рәвештә инде безгә инде үзебезгә укып карарга кирәк берничә тапкыр. Аннан соң бергәләп шушы видеоны карап инде кабатлап артыннан укып карарга кирәк. Һәм тагын да әле шушы хәрефләргә ияләнер өчен, аны инде Кураннан табыр өчен безгә Кураннан да файдалы була. Мәсәлән, бер битне ачабыз да Кураннан һәм эзләргә тырышабыз инде. Мәсәлән, т хәрефен, менә. Күзләребез күнексен өчен, каушап калмас өчен Куранны да тотып карарга кирәк, өйрәнгән хәрефләрне инде эзләр өчен. Мәсәлән, бүген өйрәндек т хәрефен, шулаймы? Өйрәнгәнек ра хәрефен. Менә, юрсилу, шулаймы? Аннан соң әле мим хәрефен өйрәнгәнек. Менә, мим хәрефе. Менә монда тагы мим хәрефе, монда тагы мим хәрефе. Менә шулай итеп, Куранны ачып, безгә шушы өйрәнгән хәрефләрне инде карап алырга кирәк. Аңлар өчен һәм инде әйткәнемчә, Куранны ачкыч каушап калма, ул монда икенче төрле икән дип инде әзрәк шулай чыныктырырга кирәк күзләребезне, өйрәнгән хәрефләрне табып карарга инде. Һәм Алла Субханаһу ва Тәгалә безгә тәүфыйк, һидаят бирсен, сабырлык бирсен. Хәрефләрне өйрәп бетергә һәм инде киләчәктә инде хатасыз, дөрес итеп укырга һәм аның белән инде яшәргә һәм Алла Субханаһу ва Тәгалә үзенең бәхет сәгадәтеннән аермасын, тынычлыкта, иминлектә яшәп фирдәүс җәннәтләренә керергә насыйп әйләсен. Субханакалла бихамдик ва ашһаду ан ла илаһа илля анта астагфирука ва атубу илейк.